Добрый день. Gəlin bugün sizinlə rus dilində harada sualına cavab verən sözlərimiz necə dəyişir, ona baxaq. Demək, əgər bizim sözümüz harada sualına cavab verərsə, biz ismi sonuna y şəkilsi artırırıq. Amma qarşısında v və yaxud da na ədədlərindən istifadə etməyi unutmamalıyıq. V içində deməkdir, na isə üstündə deməkdir. Məsələn, mağazada, v magazine, aptekdə, v apteke, məktəbdə, v şkole, stolun üstündə, na stole. Amma bizim istisnalarımız da var təbii ki. O istisnaları biz burada qeyd eləyirik. Və bilin ki, bu sözlər əgər harada sualına cavab verərsə, yox, u sonluğundan istifadə edirik. Məsələn, v aeroportu, v şkafu. Əgər bunu kimi məlumatlar görmək istəyirsinizsə bizim kanalımızda şərh bölməsinə qeyd eləyin.